Salam qızlar, sabahınız xeyir. Kanalımıza xoş gəlmisiniz. Hal-hazırda saat 9-dur. Avaşnoy açılar açılmaz gedib belə qəşəng meyvələr aldım. Apelsin aldım. İndi gətirib bu apelsindən sok çəkəcəm. Bu pamelanı da qabığından soyub stolun üstünə qoyacağam. Uşaqlar gedib gəlib yeyə bilsinlər. Nə qədər vaxtdır belə təbii sok çəkmirdim. Dedim gedim alım, gətirim çəkim. Yuyaq təmizləyək, qabığını soyaq, ondan sonra sokunu çəkərik. Bir dəfə mən işdə olanda yoldaşım apelsindən sok çəkməyi istəyibdi. Onu da sağ olsun belə qabıqlı çəkibdi. İşdən gəlib bir loxma aldım ki yeyəm. Gördüm sok nə sokdu, zəhər. Dilim ağzım uyuşdu. Burada da axşamdan dəsmalları xlara qoymuşdum. Gətirim birinci bunları yuyum, ondan sonra bunu yuyarım. Ondan sokumuzu çəkərik. Nə istəyirsən?
26 da çıxmır. Ama sen 26 istiyorsan ne? Bunu inşallah çıkanda alarsan değil mi? Sokun hazır oldu. Al görün bunu orada. Kaldır altına. Dünən axşam belə bol-bol göyərti doğradım, xaladenika qoydum. İndi istəyirəm bundan göy kətəsi edəm. Çox yox, elə biraz. Biraz da şor var idi, onu da bunun içine qatacağım. Ağzını da belə bağlamışdım ki, xaladenikin içi soğan qoxusu olmasın. Baxın, belə şor var. İstəyirəm bunu da buna qarışdıram. Göy kətəsi edəm. Xəmir də yoğurmuşam, hazırdır xəmirim də. Xəmirimiz belə bir kündə etdim. İndi bunu belə böyük açacağım. Tarikane kesəcəm. Buna bax, içdilər, burada qoydular. İçməli olubdu qəşəng. Təbii sok alındı. O belə Pepsi, kola alır tez-tez qismət evə. Onlardansa belə təbii soklar yaxşıdır. Bunları da gətirim, yuyum. Təmizləyim. Hələlik bunlar edim. Mənə hasant gəlir, bilmirəm niyə xanımlar, belə əlimlə qarışdırmaq. Elə bil, belə pot-pot qalanları əlimlə əzirəm. Qaşıqla heç görə bilmirəm, belə göy ətliyi qarışdıranda. Duzunu vurdum. Gətirəm bunu tez-tez hazırlayayım. Ay Ali. Arxan da dur qız. Arxan qalxdı. Qalxıb mı? Nədən güzəlim, nəyə baxsın. Kapayla artıq heç yola getmiş. Ağzımdan qırılır öyle. Doğru mu deyirsən? Kapısı olmalı. İndi mən demir, belə qoymazsam görərsən. Nə bilim göründün, görünmədin, amma mən bunu belə qoyacağım. Niyə keçirsən ki nə? Çay dəmləsən bir zəhmət. Mən də bunu edirəm. Hadi. Nerede? Neyse. Hadi. Aha. Orada iri boşluk var bir tane. Onu mənə gəl. Bunu var. Yok bir saniye. Boşluk verim ayarım ben. Bak böyüğü var orada bir tane. Yoktu mu? Yok. Ben böyle budur. Gel görüm onu da. Arada var keserim. Bu duyartın dedi. Hı? Duyartın dedi. Bir tane kaşık gel duyartın dedi.
Hı? Kete pişirirsin. Yani orada tavanı çıkart. Gazın üstüne koy. Kapıya ver yandırsın. Arka. Kalsın. Tava. Orada koysun. Elə edirəm, örtü kəsilmir. Bilirəm, yazarsınız. Örtüyü kəsirsən, bilirəm. Çatar çatmaz kaldırırım, yəni yüngül edirəm. Hayır. Sen müşteri sen kal. Sen müşteri sen kal. Mən ancaq sizə fikirləşəm, özüm Kurban olmuş fikirləşəm. sana kurban olmuş. İkinize de kurban olmuş. Ay, əli, mən bunu tez-tez bükəcəm. Aparsan ora, yaxşı mı? Əlini Sıra yiyirsən. bak gel mi? Hə, əlini yiyirsən. Yumuşa lan yumuşa. Sadece sizin iyi olur, sizin keteleriniz balıcı olsun. Ne terbiyesiz bir Balıcı. Bakın kapıyı ver benden. Ben koyabilirim. Ya bu ikisini koy lan öyle. Abi bu öyle. Bir ay özü. Büyük sen bakma. Yüzüne bakın böyle. Yuxulusan da əlimi yüksən elə. Ne diyor öyle? Mən əlimi üzümü yemişəm deyir. Amma güzgəyə baxanda elə bilirəm ki, deyir hələ ayırmamışam. Yatıram. Atıram, qismət əlimi yazdıram ona fikir ver. Onun altı hündürdə o yandı, cəmən qoxusu gəldi mənə. Kameranın da öyle. Ayhan. Ha. Ayhan. Əl birliyi ilə pişirib yığırıq. Amma belə balaca olanda daha şirin görünür məncə, səliqəli görünür. Çamımızın altında yandırdım. Nə oldu Alixan? Burada bir mağazin açıblar. Əvvəllər Praduk idi. Praduk boşaldı. İndi də xoz tavar ediblər. Belə ximiya, sabundur. Yəni belə şeylər satırlar. Gedim bir göz hərriyim görüm. Qiymətlərə baxaq, analiz edək. Münasibdirmi? Gəlib getmək olarmı? Yoxsa bizim evin yanında mağazində çox münasibdir qiymətlər hər şey üçün. Amma çox şey demək olar ki, yoxdur da belə. Birini tapırsan, birini tapa bilmirsən. Amma burada görək qiymətlərə baxaq. Deyilənə görə çeşid də çoxdur, vıvır da çoxdur. Nə istəsən tapa bilirsən, ala bilirsən. Baxıq, elə 5-10 qəpik fərqi varsa da elə buradan ala bilərəm istədiyim şeyləri. Yoxsa da çox bahadırsa da elə oradan yarı buradan, yarı oradan belə ala bilərəm.
Məndən izləyicilərim soruşmuşdu. Bu evi mən bir dəfə göstərmişdim belə gedəndə yolla ki, satdıqdadır. Qiymətini yazarsamı demişdilər. Tengi olaraq 250 milyon tengi də. İçi çox gözəldir. Elə bil ki, padval da gözəl şəkildə düzəlibdir. Mən yazılı olaraq yazacağım indi videonun altına. 250 milyon nə qədər manat edir. Kvadrat metri çoxdur. Mən keçən dəfə biraz az demişdim. Təkrar olaraq baxanda gördüm 350 kvadrat metrdir. İçi çox gözəldir. Təzə açıldığına görə reklam ediblər. Baxaq görək nə var, nə yox. Yəni dolu olmağına doludur. Hər şey var. Axtardığını tapa bilərsən. Ana, mən gül qaşıqları istəyirdim. Qız münasibdir. Mən bu qarşıqları 1100-ə, 1200-ə alırdım. Bu da 900 tengidir. Baxın, bunlar da neçədir? 800. Nərgizin canıdır buralar. Bunu mən 2500 almışdım. 1400 tengidir. Çox gözəldir qiyməti. Həqiqətən mənə görə münasibdir. Digər yerlərə baxanda. Buralarda nə var? Belə xırda para şeylər var. Nə bilim. Xırda kalgotkalar var. Baxın, 650 münasibdir. Çox hər cür kalgotkalar var. Bahalı da var, ucuz da var. Amma mən bundan alıb istifadə edirəm. İnanırsınızmı? Bir dənəsini açıram, bir il geyinirəm, qız xarab eləmirəm. Belə qalın kalgotkalar da var. Burada da belə şeylər var. Zakolkalar var. Rezini mən belə sadə rezinlər istifadə etməyə xoş dururam. Baxın, bu populyarın olur. Bu zakolka. Neçədir bunun qiyməti? 250 tengi. Bazarda da 500 tengidir. Bu gözəldir, değil mi? Hamı bundan alır. Birini götürə bilərəm. Birini bu rəngini, birini də bu rəngini götürə bilərəm. Birini özümə, birini də bacıma. Bənövşə rəngi özümə götürərəm. Bu yox, ayrı rəng seçməni. Bu rəngi götürəm onda. Mənimki bu rəng olsun, onunki də bu rəng olsun. Açarım, qoy bunu götürüm. Gəlib götürəcəm. Hələ biraz çəkim görüm nə var, nə yox. Belə tanalka üçün var. Bu nədir? 1050 tengi. Kremdir. Krem balzam. Hər şey var qızlar, hər şey var. Həqiqətən münasibdir qiymətdə. Elə də baha döy. Baxın, 4 kiloluq ABC 4100 tengi. 2850 tengi də yox, 2850 tengi. 3 kiloluq ABC'lərdir. Münasibdir. Ayrı yerdə bundan da bahadılar valla. Burada kondisionerlər var. Hər şey var. Nə itirib axtarırsan var burada. Yağ çözücülər də var. Azilet indi belə olubdu. 1500 tengi. Yenə də baha deyil. 1800 olur bəzi yerlərdə. Mən bunlardan istifadə etmişəm. Çox gözəldir. Qap şampunu. Amma indi hal-hazırda istifadə etdiyim yoxdur burada. İranın şampunudur. O da çox gözəldir. Belə çeşidləri çox olan saç boyaları var. Belə bir sözdən hər şey var. Hər şey var. Qiymət də ki çox münasibdir. $3500'e yaxşıdır. Axtardığım budur. Buna ehtiyacım var.
namazımı oxudum. Sizlərə bol-bol dualar etdim. Allah hər birinizi dedikodudan, pis niyyətli insanlardan, fəsfəsələrdən, bəd nəzərdən, xatabaladan uzaq tutsun dedim. Allah hər birinizin evinizə huzur, sağlıq, bərəkət versin dedim bacılar. Məni buraya qədər izlədinizsə də, sevərək izlədinizsə də, mənim bu sizlər üçün oxuduğum duaya amin yazın. Bütün dualarım sizlərə gəlsin. Bir stəkan çay içək. Bu kirlidir. Çayımızı içək, ondan sonra çay içdiyimiz stəkanla bərabər də yeyərik. Turşumuz da belə durur. Artıq variant yoxdur. Üstünə çıxıb təpik döyüşü də oynamışam. Bu aşağı yatsın deyə. Su yerindədir, duzu yerindədir. Belə banka qoymuşam, yenə dursun. Belə turşu olduqca, yəni olğunlaşdıqca aşağı sənəcəkdir. Hələlik təzədir deyə belədir. Bir gün də burada dursun, ondan sonra çıxardacağım. Bu, baxın, bizim burada bir balaca otaq var. Bax, oraya qoyacağım. Orada isti poldu. Altından isti vurduqca tez həll olacaq turşu, tez hazıra çıxacaq. Ondan sonra da ki, çölə çıxardarım, sərində durar, xarab olmaz. Belə telefonumun zaryadkası gedir, özündən gedir. Güllərimi suladım, yarpaqlarını yudum, orxideyalarımı suladım. Buralara baxsanıza, nə gündədir, ala-bala görünür. Buraları da göstərmişdim sizə. Tez-tez bu hala düşür. Mən inanın ki, belə saxlamıram. Silirəm, təmizləyirəm. Çox sildikcə də emosiyan rəngi çıxır. Rəngi çıxdıqca da qorxuram, belə ala-bula olacaq. Elə belə ala-buladır. Baxın, nə gündədir. Amma nə bilim, qəşəng yüyülən emosiyayla emosiyalamaq lazımdır. Onu da daha gecdir. Yazatan belə silə-silə idarə edə bilərəm. Yazdan sonra emosiya edərik. Görək qismət. Qismətimizdə nə varsa olacaq. Belə bacılar. Hər yer belədir. Maşınqada paltar var, gətirim onu. Axşam olduğuna görə çölə sərməyəcəm, çöl soyuqdur. Belə nə görürəm, belə dəmirin üstünə, qapının üstünə. Oraları asaram, səhərə tan quruyar. Ondan sonra yığıb yığışdıraram. Çayımız qaynadı. Mənə xanımlar tez-tez yazırlar. Tez-tez yazanda bu axır vaxtı yox, əvvəllər yazırdılar daha doğrusu. Pola niyə palaz sərmirsən, xalça sərmirsən? İnansızmı, bizim bu pol elə tez-tez kirlənir ki, gündə 2 dəfə, 3 dəfə silib, süpürüb təmizləməsəm təmizə çıxmır. Ona görə palaz sərmirəm. Həm də pol isti poldur bacılar. İsti pol olduğuna görə palaza da ehtiyac görmürəm. Belə həm isti vurur, qəşəng, uşaqlar belə çılpaq ayaqla da gəzirlər, naskı ilə də gəzirlər, tapçıqa ilə də gəzirlər. Belə bir də ki, nəyə deyəcəkdim? Palaz olsa heç bir həftəyə dözməz, kirlənər, çox kirlənir. Bilmirəm, yola yaxınıq deyəmə ona görə yəqin ki. Tez-tez kirlənir deyə, həm silirəm deyə palaza ehtiyac görmürəm. Burada isti poldur. Yəni bu aşağının hər yeri isti poldur. Bircə istilik bu pləkanın altında yoxdur. Ondakı mənə izləyicilər deyirdi ki, bankaların orada partlayacaq, oraya yığırsan. Heç bir şey olmayıb. Hamısı qəşəng dururlar. Sadəcə olaraq yoxlamışım. Oralarda istilik yoxdur. Bax, elə bil ki, bu görünən yerləri isti pol ediblər. Oraya isti pol ediblər, bir də hamam otağını. Yuxarılarda da belə ataplenalardır. Hər otaqda da var, koridorda da var, o balaca koridorda. İnanın, evimiz elə istidir, elə istidir, istiliyə dözmək olmur. Hal-hazırda, bax, saat, gecə düzət, saat 11-ə işdibdə, yuxarıki evin pəncərələrinin başları açıqdır. Hava işləsin deyə. Bunu da istiliyini qaldırır. Sağ olsun bizim ev sahibi. Özləri üşüdükcə istiliyi qaldırırlar ki, elə bilirlər biz də üşüyürük.
o bir atalar sözü idimi, bilmirəm. Bizim o vaxt nənəmiz danışırdı, babamız danışırdı. İndi qoy o məsələyi sizə də danışım. Deyir, bir çoban ailəsi olubdular, deyir. Nəsə də belə yağışlı, çoyğunda, qiyamətdə çıxıb gedibdi, qoyunu itibmiş, onun arxasıca tapmağa. Peçin yanında da binədə anası oturub belə canını qızdırırmış. Özünün canı qızındıqca əlini də belə tuturmuş, hə, bax belə tutub canını qızdırırmış. Özünün canı qızdıqca da qalxıb deyirmiş, anan ölməsin sənin, deyir, canın qızdı, ay bala. Daha demir, bala da yağışın altında çoyğunda gəlib qoyun gəzir. İndi onunki olmasın. Sözü nəyə gətirirdim? Baxın, nədən danışırdım, nəyə keçdim, indi axılımdan çıxdı. Sözü nəyə gətirirdim? Yəni, bu cümlədən əvvəl nəyi dinlədin, sonra gətirirdim. Bax, axılımdan üstü getdi qızlar. Sözü nəyə gətirirdim? İndi onunki olmasın. Belə çayımızı içək. Videomuzu burada sonlandıraq. Sağ olun, sağlıqla qalın deyim. Allaha əmanət olun deyim. Mən burada qaldıqca daha çox anekdotlar danışa bilərəm sizə. Bu danışdığım anekdot deyildi. Həqiqətən olub. Mənim nənə babamın devrində bizim böyüklərimiz malqara saxlayır. Hal-hazırda yenə elədilər. Dağda, yaylaqda saxlayırlar. Orada olubdu. Anekdot deyildi. Biraz da dursan daha çox eşələdikcə eşələnəcək, çıxacaq məndən. Maraqlı söhbətlər, gülməli söhbətlər çıxacaq. Ona görə videomu sonlandırım deyirəm. Sabah görüşərik deyim. Sağ olun, öpürəm hər birinizi.